qaynar xəttimiz aktiv, mütləq müsahibə verəcəksiniz bizə, yaxşı mı? Getməmişdən öncə müsahibə verəcəksiniz. Saxla bunu zəhmət olmasa. Qəndəb xanım haqqında çox mühüm məqamlar gəlib. Və tamaşaçılarımız hətta deyir ki, necə? Belə şoka salmayıb mənə ki, gördünüz mü necə? Qəndəb xanım, amma xoşum gəlib belə xanımlardan, haqqını tələb eləyənlərdən. 73 yaşında ata olubsa... Bala atmamışam küçələrə, hələ gedmişəm Mavacet, o barədə mavacet qonşularım var, zəng elə bütün qonşularımdan xəbər alın. Yaxın tut mikrofonu, xəbər alın. Bütün qonşularımdan hamısından xəbər alın. 16 ildir mən o qonşularımla nə tər rəftarlıq eləmişəm. Mən o uşağımı, mən qonşular qapısında böyüdmüşəm. Həmən kişi mənə Allah günü verməyib. Onun mılın qapısında sığınacaqda saxlamışam mən balamı. 80 yaşında. 88 yaş, 80 yaş. Vermirdi, ben niye yaşırdınız o kişiyle? Anam qoymurdu ki, bala ailə öndə dağılmasın. Balı ilə qalma küçələrdə. İkinci ailədir də yəqin ona görə. Bu adam sizə əzab əziyyətə qatılanmağa nə məcbur eləyirdi sizi? Anam dedi ki, dağılmasın. Bala birinci həyatın dağılır, ikinci dağılmasın. Birinci dağılır, ikinci dağılmasın. Bir oğlu qalıb, indi ikincini də istəyir. Ay, Peyman müəllim, mən sizə bir söz deyim. İkinci ailəsidir, birinci də dağılıb. Öz ayaqları üstündə dayanacaq biri deyil. Deyirlər ki... Fikirləşib ki, necə getsin, hara getsin. Deyirlər ki, necə mən istəyirəm ki, qoy açıqlayaq və bu artıq 4-cü zəngdir. Hətta deyir, biri qoşula da bilərəm efirə. Gəlsin kənddə deyir, məni dəvət edirlər ki, gəlin burada üzləşək Qəndabla. Gəlsin. Qəndab ölümdən əvvəl, doktor, Qəndab kişi ölməmişdən əvvəl qaçmışdı evdən və kənddə söz-söhbət gəzdi ki, Qəndab başqa kişiyə qaçıb. Ay tövbə. Və ölüm günü deyir, o yalnız kəndə gəldi. Niyə bu 5-6 ay kənddə olmadı? Nədə? Kənddə olmadı 5-6 ay. And olsun bizi yaradan Allaha, mən anamın önündə yaşayıram. Niyə atıb getmişdin kişini? Atmadım, özləri çıxartdılar məni. Getdim, sən dedin ki, bəs bizə əvvəl dedin ki, öldüyü günün 3-cü günü qaçırdı günü çıxmışam. Bəs sən niyə başqasına qaçıb söhbəti düşüb oldu ya? Yalvarmışam da ki, qoy uşağım qalsın dədəsinin 7-sinəcən. Uşaqlar viqar deyib ki, öldürəcəm. Bunu da dədəmin dalıca göndərəcəm. Xanım, elə çıxan idisə, ilk ölən günü niyə çıxmırdınız? Nə maraqlı idi ki, 2 gün gözlədiniz? 5 ay evdə olmayıb, 5 ay kişi ölənə kimi. Gəl qoşdurum, qoyam əqrəbələrim danışsın. Qoşulacaq. Qoşulacaq anam. Sən dedin axı, getmişdim anamın evinə. Anamın öyündəyəm, deyirəm. Kişi rəhmətə getməmişdən əvvəl. Deyirəm, anamın öyündəyəm. Deyir də, deyir anamın evində olmuşam, başqa yerə getməmişəm. Mən 66 sot torpağımı satdım. 66 sot torpağımı satmışam mən onu. Müalicədən sonra bu getdi, qardaşları, oğulları apardılar evinə. 5 ay olmursa nətər müalicə eləyib? Yox, özü deyir də 5 ay anamın evində olmuşam. Bəs deyirsən, o həmən vaxtı mən müalicə eləyirdim onu. Deyirəm ki, mənsum doktor var Sığırlıda. Adına can deyirəm. Mən maraqlı deyir. Sən 5 ay evdə olmuyubsansa, nətər onu müalicə eləyirdin? Bir, səndə zülüm verirdirsə, niyə onu müalicə eləyirdin? Deyirdim ki, şağımın dədəsi ölməsin. 88 yaşdan sonra ölməsin. Heç kimə möhtac qalmasın, balam ayağı yer tutuncan. 66 sot torpaqla yer tutardı da. Nə? Nə qayırım? Deyirəm 66 sot tutma oğlan. Ay doktor, indi siz deyirsiniz, necə yəni bu bunun həyat yoldaşıdır. İndi qoruyub saxlaması bu birgə zülüm verirdi. Nasıl zülüm verir? Övladından atası yaşlı kişi, 89 yaşlı kişi nə zülüm verə bilər? Bayaqdan deyirdiniz, niyə oturmuşsan indi də deyir. İndi amma o insani baxımından da vardı. İndi nə qədər olsa... 3 yaşında uşaq kömək eləyir, saxlayıb, sağ olsun. Əlbət ki, əgər mən bilirsiniz nəyə görə deyirəm, bəlkə də zülüm verməyib, ittiham eləyir. Mən o nöqtəyə nəzərdən dedim ki, sizi nə məcbur eləyir ki, dözüb otururdunuz. Mən Rasimin qapısına ki, Rasim. Oğul Rasim, öz oğlunun adı nədir? Şağımı, özümü, qonşularımı çağırın, zəng elin. And olsun Allaha, ağa əlində ağacı var idi selvə. Nə tər fırlayırdı, atırdısa, uşaq heyvanca ilan kimi sürünürdü, gələr ki, ağac mənim başıma Ay Qəndab xanım, mənə qulaq as. Sən molla kəbini yox, qanun nikahına mı bu kişi ilə evlisin? Molla kəbinimdə var, hökumət Molla bizə lazım deyil. Hökumət kəbinim var. Hökumətin nikahı ilə evlənən qadınsan. Sən ilk dəfədən də dedin ki, 3-ünü verən günün səhəri mənim beşimi yığıb çölə qoyarlar. Heç bir kəsin ixtiyarı yoxdur, ev də sənindir, kişidən qalan mülk də. Amma nə dedilər? Dedilər ki, 5 ay evdə olmayıb bu adam. Heç dəxli yoxdur, Amir müəllim. İllə də olmaya bilər. Deyirəm ki, 16 da o kişiyə zəhməti mən çəkmişəm, heç kim çəkmib onu.
Şünovdan Hər oğlu yerə pul gedə bilər, göndərib. xanım, hər yerə gedə bilər. Nə Böyük qədər bir kil oğluna. anasının yanında Balaca qalır. gedə. Bunu Ki dədəmə malicə Gəndəm elə. xanım, Sən də görüm. özünü yorma. Ev sənin. Qanunla düzdür Məbət xanım. Ay Heç Gəndəm. biri yaxşı döyürdü. Bir dənə Rasim. Birinci övladları da var axı. Bir dənə Rasimdən Əhlə başqa. ölmü vaxtı nikahda olan xanıma keçir ki, bir Başa dəqiqə. düşdüm. İlki övladları da var Bir onların da. dəqiqə oğul. İlk arvaddır, sonra evladlar. Birinci Bəli, həyat ailəsidir. yoldaşı ona qalacaqdı. Hə, bunun başına bir iş gələrsə Allah eləməmiş Bir dənə gələcəkdə. Rasimin orada mənə Ondan sulavı öncə də var. övladları var. Rasim Necə da yəni? bizə lazım Kəbinli deyil. qanunu arvadı var. Başa o birisi də kəbinli Gəndəm qanun arvadı xanım, olub da. Bizə Rasim Ayrılsa da lazım belə deyil. uşaq arvaddan ayrılıb da, uşağından ayrılmır ki, uşaq onundur.